Şərq ədəbiyyatı və mədəniyyətində Yusif Peyğəmbər obrazı xüsusi mənəvi dəyərə malik simvollardan biridir. Bu obrazla daha çox orta əsrlərdə yazılmış klassik əsərlərdə rast gəlinir. Əsasını İslam dinindən və Qurani-Kərimdə yer alan Yusif surəsindən, eləcə də məşhur Yusif və Züleyxa hekayəsindən alan bu mövzu əsrlər boyu şairlərin, yazıçıların və sənət adamlarının ilham mənbəyi olmuşdur. Yusif və Züleyxa hekayəsi yalnız ilahi eşqin deyil, eyni zamanda səbrin, sədaqətin, paklığın və mənəvi kamilliyin rəmzi kimi təqdim olunur. Şərq klassik ədəbiyyatında Firdovsi, Nizami Gəncəvi, Cami kimi böyük sənətkarlar bu mövzunu öz yaradıcılıqlarında yüksək poetik dildə işləyərək Yusif Peyğəmbəri gözəllik, hikmət və ilahi seçilmişlik nümunəsi kimi təsvir etmişlər. Bu obraz, həmçinin insanın sınaqlarla dolu həyat yolunda imanını qorumasının vacibliyini ifadə edir. Müasir dövrdə isə Yusif Peyğəmbər obrazı təkcə ədəbiyyatda deyil, kino və televiziya sahəsində də geniş əks olunmuşdur. Bu obrazın mahir ifaçılarından biri aktyor Mustafa Zamanidir. Onun Yusif Peyğəmbər rolunda yaratdığı obraz dərin emosional çalarları, daxili təmizliyi və mənəvi gücü ilə tamaşaçıların yaddaşında silinməz iz buraxmışdır. Mustafa Zamani bu rolu ifa edərkən Yusif Peyğəmbərin yalnız zahiri gözəlliyini deyil, eyni zamanda onun mənəvi zənginliyini, səbrini və Allaha olan sarsılmaz inamını ustalıqla canlandırmışdır. Aktyorun oyunu sayəsində Yusif Peyğəmbər obrazı müasir tamaşaçı üçün daha anlaşılan və yaxın olmuş, bu müqəddəs hekayənin dərin fəlsəfi və əxlaqi mahiyyəti geniş auditoriyaya çatdırılmışdır. Beləliklə, Yusif Peyğəmbər obrazı Şərq dünyasında orta əsrlərdən günümüzə qədər öz aktuallığını qoruyaraq, həm klassik ədəbiyyatda, həm də müasir ekran sənətində insanları mənəvi dəyərlərə səsləməyə davam edir.